Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Bugün biz ağrılardan danışacağıq. Çünki kimi dindirsən, yəni xüsusilə də yaş 40-ın üstündə olanda, biridir belim ağrıyır, biridir qolumu qaldıra bilmirəm, biri çanağında ağrılar olur, biri deyir ayağım ağrıyır, idman edə bilmirəm və s. və s. Yeyə bilmirəm, bəlkə mənim yanıma pasientlərin bəhanəsidir, ayağım ağrıyır, gəzə bilmirəm. İndi bütün bunlar haqqında bugün danışacağıq və bu xəstələrin düzgün müayinəsi, düzgün diaqnozu və daha sonraki müalicəsi nədən ibarət olmalıdır? Bu mövzuları müzakirə edəcəyik. Qonağımız bu mövzuda çox güvəndiyimiz həkim dostumuz, uzman ortoped travmatoloq mikrocərrah doktor Əliş Təhməzlidir. Xoş gəlmişsiniz doktor. Xoş gördük. Çox şadam sizi illər sonra görməyimə studiyamızda və əminəm ki, bugün tamaşaçılara maksimum maraqlı məlumatlar verəcəyik. Çalışacağıq. Bəli, bugün həm də CBC Sportdayıq. Burada idman travmaları ilə də bilirəm ki, sizə müraciət edənlər çoxdur. Amma mən mövzuya keçmədən öncə istəyərdim kənardan belə rahat görünsə də, bir uzman ortoped travmatoloq mikrocərrah olmaq üçün neçə il oxumusunuz? Bu sizə neçə yuxusuz gecəyə və neçə əməliyyata başa gəlib? Gözəl sualdır. Əslində bu işin həm maliyyəti, həm müddəti, həm dediyiniz kimi də fiziki və bioloji zərərlərini ölçdüyünüz zaman əslində bir insanın, normal bir həyat yaşamaq istəyən insanın yüklənməməsi gərəkən bir yükdür. Amma hər kəsin bir maniyası, bir meyili olduğu üçün, bir şeyə ciddi bir, belə deyim də, aqressiv həvəsi olduğu üçün biz də zamanında bu yola həvəs edib, belə deyim də, yolun ən pik nöqtəsinə gəlib çatan həkimlərdən biriyik. Deməli, 6 il ərzində, 7 il ərzində, yəni internaturanı götürdüyümüz zaman bir tibb təhsili, yəni 2000-ci ildən girişdi. 2006 məzun olmuşam. İnternaturanı yarıdan buraxıb Türkiyənin Ege Universiteti hospitalına qəbul olmuşam. Orada da 6 il yarım çalışıb ixtisaslaşdıqdan və müdafiə etdikdən sonra və həm də həmin dönəmlərdə təbii ki, çalışmışıq Əl Mikrocərrah xəstəxanasında, EMOT dediyimiz bölgədə və tələbə vaxtı da Azərbaycanda Mərkəzi Klinik Xəstəxanada, əməliyyatxanada 3 il çalışmışam. Ayda 10 növbə tutmuşam, yəni həm oxuyub, həm gecə yuxusuz qalmışam. Arxasınca İsveçrədə mikrocərrah kursu keçmişəm Zürix şəhərində və saysız Fransada çiyin cərrahisi kursunu keçmişəm Nitsa şəhərində. Yəni sırası ilə saysaq, yəni Avropanın elə bir ölkəsi yoxdur ki, orada biz ya kursu keçməyə, ya konferanslara qatılmayaq və yaxud təşkilləşməyə. Bunları da qoysaq bir kənara. Və o zamandan bu zaman 2013-cü ildə ölkəyə dönmüşəm. Yəni peşəkar bir həkim olmaq ən az minimal 13 ilmi alıbdır. Və burada yatmadığımız günləri hesablayanda təbii ki, yatdığın zaman sən günün çoxunu itirmiş olursan. Əslində bir müddət uzanır. Bu daha böyük eləyir. Yəni 13 ilin daha çox üzərində eləyir. Amma ki, həmən bitirəndən sonra da istər-istəməz insan indiki qədər puxtələşmiş bir şəkildə olmur. Bir çox patologiyaları, belə deyim də, elə patologiyalar olur ki, 10 il ərzində, 5 il ərzində bir dəfə olur. O cür patologiyalarla rastlaşırsan, təcrübəni daha da artırırsan. Təbii ki, düzgün bilginin üzərinə, düzgün məktəb keçmiş bir peşəkar, düzgün bilginin üzərinə ancaq hansısa bir, belə deyim də, əlavələr edə bilər. Yanlış yolda gedən, yanlış təməlin üzərinə sən istədiyin qədər təcrübə ekləməyə çalış, əlavə etməyə çalış, bu səmərəsini verməyəcək. Yəni, həkim olmaq istəyən gənc vətəndaşlarımıza, bizim belə deyim, tibb universiteti tələbə həmkarlarımıza tövsiyələrimiz budur ki, bu yol uzun bir yoldur. Bu yolda fədakarlıq hədsiz böyükdür.
həm ailəndən, həm can sağlığından fədakarlıq, yəni fəda etməlisən. Bunlara hazır olmalısan və təbii ki, peşə müddətində çalışdığın zaman insanlarla hər zaman onlara xəstə kimi yanaşmalısan. Məsələn, bəzən birisi görürsünüz, deyir ki, səhvən ağzından qaçırır ki, bəs mən sizin müştəriniz olmuşam, doktor deyir. Deyirəm, sən mənim müştərim olmamısan, mən ticarətlə məşğul deyiləm. Sən mənim pasiyentim ola bilərsən, xəstəmiz ola bilərsən. Bu formada, yəni, və xəstəni hər zaman düzgün dinləyib, onun dərdinə bir şəkildə düzgün yanaşmaq lazımdır və təqibdə saxlamaq lazımdır. Çünki heç bir xəstəlik, tutaq ki, sənin yaxın 5 ayda aldığın nəticə hələ bu xəstənin gələn il yaxşı olacağın demək deyil. Ən azından 5 il izləməlisən ki, bu xəstəni ki, bu xəstəliyin gedişatı nə cür olur. Təbii ki, ona görə Türkiyədə bizdə ortopediya travmatologiya ixtisası 5 il yarım sürür. Uzmanlıq təhsili. Bəli. Bəs o gündən bu günə gələndə, deyək ki, tələbə vaxtı sizin girdiyiniz, gördüyünüz əməliyyatlar və yaxud uzmanlıq təhsilinizin ilk illərində və bu gün artıq 12 ildən çox vaxt keçib. 13 ildir Bakıda. 13 ildir Bakıdasınız. Müasir travmatologiyanın inkişafında hansı yeniliklər var ki, indi düşündüyünüzdə fikirləşirsiniz ki, 12 il əvvəl bu şərait əlimizdə olsaydı, bəlkə filan xəstəni daha yaxşı əməliyyat edə bilərdik. Yəni, tip çox inkişaf edib. Müasir travmatologiyada nə yeniliklər oldu və yaxud olsun mikrocərrahiyyədə? Açıq sizə deyim ki, texnoloji olaraq inkişaf son 13 ildə, məsəl üçün, mən Tibb Ege Universiteti Xəstəxanasından 2012-ci ildə məzun olarkən hansı dönəmdə idisə, indi də həmin dönəmdədir. Sadəcə bəzi, belə deyim, texnologiya biraz daha çox invaziya eləyibdir, hansısa sahələrə bəzisi az invaziya eləyibdir. Yəni, naviqasiya sistemi, robotik cərrahidən tut, bunlar hamısı həmin dönəmlərdə var idi, zaten bizdə eləyirdik orada. Amma bunların hamısı bir yana qalsın, həkimlik və istəyirsən ki, məsələn, həkimin olduğun bir dönəmdə xəstənin səndən razı qalması bir yana qalsın. Yəni, o işin xəstə tərəfindən olan yönüdür. Həkim tərəfindən istəyirsən gözəl bir iş ortaya çıxardasan və digər həkimlərdən fərqlənəsən. Və o həvəslə başlamaq gözəl bir şeydir. Düzdür, zaman keçdikcə anlayırsan ki, məsələn, sənin fərdi gücün tükənməz deyil, sənin fərdi həvəsin tükənməz deyil, amma onu çalışdığın il dönəminə elə bölüşdürməlisən ki, heç bir xəstədən taviz verməyəsən, ödünç verməyəsən və hər xəstəyə yetəri qədər ciddi əməliyyat öncəsi müayinə və diaqnostika dönəmində düzgün diaqnostika və düzgün müalicəni tətbiq edəsən ki, problem yaşamayasan. Çünki təəssüflər olsun ki, günümüzdə Azərbaycanda həkimləri qoruyan heç bir yasalar yoxdur. Həkimləri istəyən insan gəlib istədiyi şəkildə şikayət edə bilir. Sadəcə sən məcbursan artıq, mən bunu ətrafımda görürəm, son hadisələrdən də görürük ki, artıq vəkillərlə bir çox işlər yürüdülsün. Bu da xoş bir şey deyil təbii ki də. Təbii ki, burada günahı olan həkimlər də az deyil. Amma pasiyent olaraq həkimə müraciət edənlərdə də bəzən görürsünüz ki, öncəsi anladılan və onlara başa salınan durumları onlar qəbullanmaq istəmirlər. Və ağır xəstələr gəlir, məsələn, özünüz bilirsiniz ki, məsələn, onkoloji xəstələrin əksəriyyəti müəyyən bir dönəm sonra həm depressiyaya düşürlər, həm çətin gedir onların müalicə prosesi və bir çoxların sonucu ümidsiz olur və baxırsınız ki, məsələn, bu insanlar bir müddət sonra artıq bu adı elədir ki, bunu qəbullanırlar. Məsələn, ürək əməliyyatına gedən xəstə bilir ki, hər şey ola bilər. Amma ortoped travmatologiya gələn xəstə hansısa bir fəsadı, hansısa bir ola biləcək ağırlaşmanı qəbullanmaq istəmir. O bizim cəhətdən, bizim sahədə, belə deyim də, çox rastlaşdığımız problemlərdən birisidir. Şükürlər olsun ki, xəstəmizlərin, yəni şəxsən mən özümdən danışıram ki, xəstələrin əməliyyat öncəsi planlanması və onların müalicəsinin təşkili, müalicə etdiyimiz, heç əməliyyatsız müalicə elədiyimiz xəstələrin düzgün təqibi həmişə belə deyim də üzümüzü güldürübdür. Belə bir hadisələrlə rastlaşmamışıq, şükürlər olsun. Amma yəni dediyim kimi bu qədər bir ömrü fəda etmiş bir insanı, bir insanın xəstəliyinin hansısa gedişatında olan bir dəyişikliyə görə hansısa bir şəkildə ağır bir formada cəzalandırmaq
Bu doğru deyil. Dünyanın heç bir yerində belə deyim də bu şeylərin belə deyim də nəzarətsiz buraxılmır və mən də əslində istəyirəm ki, ölkəmizdə də bu sahədə biraz daha nəzarət gücləndirilsin. Təbii ki, insanlarımızı da biz efirlərdən bilgilendiririk ki, yəni önəmli olan düzgün həkim seçimidir. Əgər sən həkimini seçmisənsə, yəni artıq aqibətinlə barışmısan deməkdir. Sən istəsən də ondan sonra aqibətini dəyişə bilmərsən. Ola biləcək problemlər, ola biləcək ağırlaşmalarda həmin həkim həmişə sənin yanında güclü bir şəkildə durmağa məcburdur. Məsələn, siz bilirsiniz ki, məsələn, xaricdə həkim iş saatından sonra, saat 5-dən sonra nə zəng eləyə bilmərsən, nə xəstəxanada onu xəstəxanaya çağırtıra bilmərsən. Məsələn, bizdə burada xəstələr istəyir ki, sən gecə 12-də durub ona cavab verəsən. 6 bazar gəlib baxasan. Təbii ki, 6 bazar normaldır zaten. 6 bazar zaten, yəni bir əlində uşağını oynadırsan, bir əlində xəstəyə nəyisə başa salırsan. Yəni bunlar, biz bunları artıq bu ağırlaşmaları, bu ağrıları belə deyim də qəbullanmışıq. Və heç kim məsələn başına gələn hər hansı bir hadisədə məsələn durub da təcili yardıma zəng eləyib dərdini anlatmaq istəmir. İstəyir ki, hansısa bir peşəkar həkimdən 2 əlli bərk yapışsın. Təbii ki, bu da zamanla artıq oturuşacaq. Yəni bu dönəm də sonuçda biz də digər ölkələr kimi elə bir zaman gələcək ki, xəstələr artıq saat 5-dən sonra səni rahatsız etməyəcək. Bir problem olduğu zaman xəstəxana nömrəsinə zəng eləyib, növbətçi həkimlə əlaqə saxlayacaq. Təcili yardım xidmətindən, əgər durumu təcillidirsə, təcili yardım xidmətindən yararlanacaq. Ya özəl, ya dövlət fərq etməz. Bu baxımdan bizim sahəmiz çox ağır bir sahədir, həqiqətən. Fiziki işi də ağırdır. Mənim 15 saat ayaq üstə işlədiyim əməliyyat olub. Yəni bu artıq belə deyim də cana qəsd sayılır. Bu fədakarlıq deyil, bu cana qəsd sayılır. Təbii ki, biz bunun altını çəkirikmi? Təbii ki, çəkirik. Amma hər bir kəs, belə deyək də, hərbiçi də fədakarlıq eləyir, siyasətçi də fədakarlıq eləyir, polis məmuru da fədakarlıq eləyir. Az görməmişik ki, məsələn, mənim bir xəstəm vardı, yanan maşının içərisindən pasiyenti çıxarıb gətirmişdi yanımıza. Tanıdıq da insanlardı, yaxşı da insanlardı. Qolu subtotal amputasiya, yarıya qədər qolu təmiz qopmuşdu və çox dağınıq kraş yaralanma deyirik biz buna. Biz onu toparladıq, əli də gözəl işləyir, amma bizim sonrakı yaratdığımız belə deyək də gözəlliklərin təməli həmin polisin fədakarlığı idi. Yanan maşının içinə hər kəs özünü atmaz, hər kəs o fədakarlığı etməz. Yəni hər sahədə belə şeylər görürük. Bizim sahəndə çətinliyi həm göz önündədir, yəni bir də pərdənin arxa tərəfi var. Siz bunları da görmüsünüz, bilirsiniz. Bəli, elədir. Siz hal-hazırda özəl xəstəxanada çalışırsınız. Bəli. Hansı xəstəxanada? Biovista hospitalda, Badamdaqda. Çünki bəli, biz əvvəl bərabər çalışmışıq. O vaxt Medex Hospital idi və bir çox həkimlərlə, həkim dostlarımızla orada tanış olduq və peşəkar işlərindən tanış olduq. Və bu dəqiqə travmatoloji əməliyyatların bəzilərini icbari tibbi sığorta ödəyir. Hətta mən bildiyim qədərilə implantları da ödəyir. Orada necədir həkim seçimi? Yəni orada mən bildiyim qədərilə pasiyentin həkim seçmə artıq sığorta yönləndirir. Məlumatınız var bu haqqda yoxsa yox? Təbii ki, məlumatım var. Əslində mən özüm də vergi ödəyicisi olduğuma görə, bütün vətəndaşlarımız da vergi, yəni çalışanlardan söhbət gedir təbii ki də, vergi ödəyicisi olduğuna görə icbari tibbi sığortaya ödənilən məbləğin sonuçda əhali bir haqqını sorur. Yəni məsələn siz mənə niyə illədə məsəl üçün filan xəstəxanada, məsələn biz Azərbaycan reallığında yaşayırıq, adı bizə çıxmış xəstəxanalarımız var. Pasiyentlər oraya getmək istəmir. Oraya yönləndirirlər, məsələn pasiyentlər getmək istəmir. Yəni xəstənin hər zaman seçim haqqı olmalıdır. Çünki müştəri hər zaman haqqlıdır. Ödənişi eləyən insan tələb etmə haqqı var. Ona görə də tibbi sığortada, məsələn, Türkiyədə necə idi? Məsələn, biz orada, mən özəldə də çalışmışam, dövlətdə də çalışmışam. Sud qiymətləri dediyimiz, yəni dövlətin qəbul etdiyi hər əməliyyata ödədiyi paketə qiymətlər var. Əgər sən özəl xəstəxanada gedib əməliyyat olmaq istəyirsənsə, həmin özəl xəstəxananın qiymətini ödəyirsən, oradan sud fiyatını, sud qiymətini dövlət ödəyir, oradan çıxılır. Yəni sən fərqi ödəmiş olursan, həkim fərqini ödəmiş olursan və istədiyin həkim seçmə haqqın olur. Çünki bu candır. Burada hər kəsin bir seçim haqqı var. Yəni necə ki, indi biz də yaşlaşırıq, biz yaşlaşanda dayaq hərəkət sistemi problemləri artıq sürətlə artmağa başlayır. Biz də zamanı gələndə, məsəl üçün, həkim seçmək haqqımız olmalıdır.
Hələ ki bu sistem Azərbaycanda yeni qurulur, bilirsiniz, artıq 2 il yarımdır ya 3 ildir bildiyim qədərilə, yoxsa Covid dövründə yeni addımlar atdı. Təbii ki, səhvlər, yanlışlar, irəliləyişlər, müəyyən arqumentlər nəzərə alınacaq şəkildə olacaq. Amma yönləndirmələrə mən doğru baxmıram. Yəni pasiyentin seçim haqqı olmalıdır. Yəni həkim fərqini ödəyərəkdən adam özəl xəstəxanada da özünüz bilirsiniz ki, məsələn dövlət xəstəxanasında xəstə yükü çoxdur. Yəni əhalinin əksəriyyəti orta təbəqə və aşağı təbəqə insanlar olduğuna görə əhalinin böyük əksəriyyəti dövlət xəstəxanalarına üz tutmağa məcburdur. Və orada da sən getdiyin zaman nə qədər yaxşı həkim orada oturmuş olsa belə onun peşəkar xidmətindən yararlana bilmərsən. Çünki o sənə 5 dəqiqə vaxt ayıra bilir. Biri var həkim günə 40 xəstə baxır, biri var 4 xəstə. 4 xəstə var, bəli. Keyfiyyət təbii ki. Bəli. Yəni biri var sən gedib hərbidə yeməkxanada, ümumi yeməkxanada yemək yeyirsən, ümumi qazanırsan. Bir də var restoranda ödənişini edirsən, istədiyin şeyi sifariş edirsən, ağız adına uyğun, ağız zövqünə uyğun. Bunlar da tibbdə də həqiqətən belədir. Və burada əslində müalicənin uğuru vaxtında və doğru qoyulmuş diaqnoza bağlıdır. Diaqnostika travmatoloji problemlərdə necə aparılmalıdır? Düzgün diaqnoz nədən asılıdır? Və sizcə diaqnostikada son illərdə çox populyar olan süni intellektin yeri hardadır? Süni intellektin, gəlin süni intellekt məsələsinə öncədən bir başlayaq. Süni intellekt məsələsi belə deyim də, standart diaqnostikada təbii ki, müəyyən bir standartlaşmalara getməyə məcburuq. Amma siz özünüz də bilirsiniz ki, heç bir şəxsin nə genetikası eyni deyil, yəni bir yumurta ikizlərinə çıxmaq şərti ilə, heç bir insanın xasiyyəti bir-birinə oxşaya bilər, eyni ola bilməz. Yəni hər bir fərd individualdır. Hər bir fərd individual olduğuna görə burada müəyyən alqoritmaları biz yükləyə bilirik süni intellektdə. Süni intellekt məcburdur o alqoritmalara uyğun davransın. Sizə məsələn, mən bir misal çəkim. Bir yaşlı bir xanım gəlir, bizdən çox-çox öncəki nəslin nümayəndəsi. Bu insanın bir çox problemləri var. Artıq buket şəklində gəlib. Yəni, dəstənin içində hər güldən var. Hamısında fərqli qoxusu var. Sən bu buketi açmalısan, bir-bir onları diaqnostik etməlisən, sonra onlara belə baxmalısan. Yəni, hər yerində bir problemi var. Və bu adam zamanında, indi o həkimlərin olmadığı dönəmdən danışırıq, Sovet dönəmində, indi çıxıqçılara, ara adamlarına falan müraciət edən bir insanlardır. Bu adamların müalicə olmaq istəmir, həkimə də gəlmək istəmir. Amma evladları canı yanır, anasıdır. Sən bunu damarını tutmalısan. Sən bunun şivəsini bilməlisən. Yəni, psixoloji olaraq ona hakim olmalısan. Sən ona inandırmalısan ki, özünü ki, mən həqiqətən səni müalicə etməyə qadirəm, bacarıram və mən bunu sübut eləyəcəm. Yetər ki, mənə bir şans tanı. Yəni, süni intellektin bu dərəcədə dərinə enə biləcəyi hələ ki, mən xəyal edə bilmirəm. Yəni, ona görə deyirəm ki, individual, yəni standartlaşdırmada məsəl üçün MRT çəkildi, tutaq ki, yəni MRT-də standart görüntülərə uyğun, topografik, belə deyim də, rənglənmələrə uyğun bir diaqnoz qoya bilər. Və burada sonraki dönəmdə amma xəstənin bir klinikası var. Yəni, xəstə radioloji diaqnoz xəstənin hələ tam diaqnoz demək ki, deyil. Xəstənin kliniki diaqnozu çox önəmlidir. Məsələn, biz baxırıq, rentgendə görürük ki, adamın çiyini təmiz artroza gedib, akromioklavikulyar oynaqda, humeral glenoidal oynaqda, yəni bunlarda təmiz artroz var, oynaq labrumları təmiz yırtıqdır. MRT-sini sənə gətirib verirlər. Mən heç vaxt birinci MRT-yə baxmıram, xəstəyə baxıram. Bizim Rıdvan Ege Hoca vardı İzmirdə, onun kitabının birinci səhifəsində uzunqulaq rentgeni müalicə eləyir. Orada yazılmış ki, uzunqulaq rentgeni müalicə eləyər həkim xəstəni. Yəni xəstəni görmədən... Xəstəlik yox, xəstə var. Təbii ki. Yəni xəstəyə əhkam kəsmək olmaz. Düşünün, məsələn, xarici bir ölkədə sizə bir dənə maşının texniki pasportunu göndərirlər və şəkillərini çəkib göndərirlər. Belə deyim, HD formada videosunu çəkib göndərirlər. Deyirlər ki, bu maşını məsələn, alaq, almayaq. Yəni, sən bir diaqnostik kimi bunu yoxlamalısan, açarını vurmalısan, çalışdırmalısan, altına girməlisən, diaqnostik elektrik sisteminə baxmalısan. Hər tərəfli, eyni ilə də xəstə. Yəni, biz girib xəstənin altından, üstündən müayinə eləyirik və bəzən xəstə, məsələn, MRT-si gəlir, MRT-sini deyir ki, doktor, atırlar bizə ki, doktor, biz baxın, görün,
bu xəstə əməliyyatlıqdır yoxsa yox. Deyirəm, xəstə gəlmədən mən onu deyə bilmərəm. Xəstə mən görmədən onun əməliyyatlıq olub-olduğu mən MRT-nin cavabına görə əhkam kəsə bilmərəm. MRT-də problemli şeylər var. Yəni bunlar ona ağrı verə bilər, bunlar keçə bilər, keçməyə bilər. Xəstənin niyyəti nədir, hansı cür hərəkətlərdə onun nə kimi klinik şikayətlər olur. Dolayısıyla xəstənin diaqnostikası ciddi təcrübə istəyir, ciddi biliklər üzərinə yığılmış ciddi təcrübədən söhbət gedir. Yəni biz Türkiyədə bir sistematik məktəb keçmişik. Yəni orada 12 professor, 2 doçent, 4 uzman və 24 dənə assistent şəklində böyük bir camiə, böyük bir kollektiv. O böyük bir kollektivin eğitim günləri olurdu. Yəni cümə günü sadəcə eğitim günləri, yayınlar, yəni əməliyyat salınmırdı. Poliklinik yapılmırdı. Sadəcə öğləyə qədər, günortaya qədər poliklinik yapılırdı. Pasientlərin müzakirəsi. Bəli. Həmin həftədə olan bütün xəstələrin müzakirəsi, əməliyyat öncəsi, sonrası və bunlar ciddi bir şəkildə aparıldıqdan sonra aldığın təcrübə və o təcrübədən yararlanıb, o təcrübəni istifadə etməyən həkimlərimiz də var, təəssüflər olsun ki, niyə? Xəstələr onu yorublar, çox əməliyyat edib, yorulub, xəstəyə baxmaq istəmir, uzaqdan baxır, yəni əhkam kəsir, deyir ki, səndə get filan şey olmalıdır. Bu da əslində həkim üçün böyük bir mənfi sayılır. Çünki peşəyə qarşı və xəstəyə qarşı olan yanaşma əslində insanın xarakterini göstərir, yəni xasiyyətini. Ona görə də işini mükəmməl yapmaq üçün mükəmməl bilgi və mükəmməl təcrübə mütləqdir. Təşəkkür edirəm. Biz davam edəcəyik. Mən istəyirəm verilişimizin ikinci yarısında ağrılardan danışaq. Xüsusilə də çanaqda olan ağrılar və bunların səbəblərindən. İndi isə reklam vaxtıdır. Reklamla ayrılmazdan öncə verilişimizin baş sponsoru Ştada şirkətinə təşəkkürümü bildirmək istəyirəm. Kalsium D3 Nikomet, portağal və limon dadlı çeynəmə tabletlərini təqdim edir. Kalsium və D vitamini ziftin profilaktikası məqsədi ilə həmçinin kalsium və D vitamini zifti riski olan pasientlərdə əlavə terapiya qismində təyinata uyğun istifadə oluna bilər. 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Digər bizim sponsorumuz Böyük Britaniya təhsilli idman həkimi Fərid Səlimovdur. Fərid Səlimov diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə sizə təklif edir. 055 318 83 94 nömrəsinə zəng edərək doktor Fəridin qəbuluna yazıla bilərsiniz. Reklamlara baxaq, sonra davam edəcəyik. Verilişin baş sponsoru Kalsi D3 Nikomet.